Geçmiş deputat Nazim Beydəmirlinin barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravdaza istinadən xəbər veririk ki, Ali Məhkəməyə müraciət edən eks-deputat barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, sabiq deputat Nazim Beydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü hədə qorxu yolu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə maddəsi, daha sonra 182.2.2-ci hədə qorxu yolu ilə təkrarən tələb etmə maddəsi ilə ittiham irəli sürülüb. Nazim Beydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində Nazim Beydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50.000 manat tələb etdiyini bildirib. O, Nazim Beydəmirliyə 10.000 manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Nazim Beydəmirli bu müraciət əsasında saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Beydəmirli 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya şikayəti təmin edilməyib və 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.